أليس الله بكاف عبدا. Ömer radiyallahu anhu xilafəti dövründə Mədinənin küçələrində gəzərkən uca səslə bir qadın onu səsləyərək "Ey Umeyr" deyə səslənir. Bu ad Ömər radiyallahu anhun İslamdan qabaqçı adı idi. Və qadın deyir ki, bir zaman sənə Məkkə bazarlarında Umeyr deyirdilər. Daha sonra Ömər oldun. Daha sonra möminlərin əmri oldun. Elə isə Allahdan qorx. Bil ki, insanların haqları barəsində uca Allah mütləq şəkildə səni sorğu-sual edəcəkdir. Ömər radiyallahu anhu bu qadını ehtiramla dinlədikdən sonra ətrafındakılar deyir ki, ya əmirəl müminin, bu qadın sanki sizi biraz gözlətdi. Ömər radiyallahu anh dedi ki, siz bilirsiniz bu qadın kimdir. Onun şikayəti 7 saman üzərinə qalxdı və Allah azza və cəllə o qadının şikayətini eşitdi. Bu qadın Allaha and olsun ki, əgər səhərə qədər danışsa, namaz vaxtı istisna o qadını dinləyərdim. Bu qadın Xavlə binti Sə'ləbə idi. Gəlin, indi baxaq görək o qadının şikayəti nə idi. O qadının əri Avs ibn Əs-Samit radiyallahu anhu ona zihar etmişdi. Zihar, cahiliyyə dövründə boşanma növlərindən birisi idi. Bu qadını nə boşanmış kimi boşayırdı, nə də ki, ərinin yanında saxlayan kimi saxlayırdı. Sanki qadını asılmış bir şəkildə kişi özündən asılı vəziyyətdə qoyaraq özünə haram qılırdı. Və qadına demişdi ki, sənin belim ananın beli kimidir. Və beləcə özünə haram etmişdir. Bu qadın çıxılmaz bir vəziyyətdə Allah Resulü sallallahu aleyhi və səlləm yanına gələrək, şikayət edərək, ağlayaraq deyir ki, ya Rasulallah, ərim mənə zihar etdi, malımı xərclətdi, gəncliyimi tükətdi, mən onun üçün uşaqlar doğdum, boya başa çatdırdım. Yaşlı bu vaxtımda, taqətdən düşdüyüm bir halda, çıxılmaz bir vəziyyətdə mənə zihar dedi. Əgər uşaqlarımı onun yanında buraxsam, getsəm, uşaqlarım zay olacaq. Əgər özümlə aparısı olsam, o zaman uşaqlar az qalacaq. Çıxış yolu nədir, ya Rasulallah? Allah Resulü sallallahu aleyhi ve sellem qadına ümumi təsəlli verəcək sözlər deyərək, qadını təsəlli etməyə çalışdı. Lakin qadın bununla qane olmadı və dedi ki, ya Rasulullah, belə halda buraxsam ailəm dağılacaq. Mənə bir çıxış yolu ver. Allah Resulü sallallahu aleyhi ve sellem bu qadına İslamda zihar hökmü inmədiyi üçün dolğun bir cavab vermədi. Və qadın dedi ki, ya Rasulullah, əgər mənim şikayətimi dinləyib də mənə bir çıxış yolu göstərmirsənsə, elə isə şikayətimi aləmlərin Rəbbi olan Allaha yönəldirəm. Qadın dedi ki, ey Allahım, halımı və şikayətimi sənə bildirirəm. Allahın Rəsulu mənim şikayətim barəsində mənə bir yardımcı olmadı. Üzərindən çox qısa bir müddət keçmişdi ki, uca Allah Mücadilə surəsini zihar hadisəsi səbəbilə, bu qadının səbəbilə indirdi. Allah Quran-ı Kərimdə deyir ki, قَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللّٰهِ وَاللّٰهُ يَسْمَعُ تَحَاوُرَكُمَا إِنَّ اللّٰهَ سَمِيعٌ بَصِيرٌ. Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin nə danışdığınızı eşidir. Allah eşidəndir, görəndir. Ayşə anamız deyir ki, mən bu hadisənin şahidlərindən idim. Mən pərdənin o tərəfindən Xavlənin Allah Resulü sallallahu aleyhi ve sellemlə danışığını çox çətinliklə eşidirdim ki, eşitməsi ilə hər şeyi əhatə edən Allaha həmd olsun ki, uca Allah 7 samanın üzərindən bu qadının sözünü eşitdi və qiyamətə qədər oxunacaq bir ayələr indirdi. Əziz müsəlman bacı qardaşım, unutma ki, Xavlənin Rəbbi olan Allah elə həmin Allahdır. Nə yaşlanıb, nə yorulub, nə usanıb, nə də bezib. Haşə və kəllə. Elə isə dərdini
şikayətini, insanlar səni dinləməsə belə, səmimi bir şəkildə şikayətini aləmlərin Rəbbi olan, xovlənin Rəbbi olan Allaha ərz et. Sənin belə bir Rəbbin var. Gizlində və aşkarda, pıçıltıda və aşkar şəkildə uca səslə bildirsən belə, Allah sənin şikayətini gözəl bir şəkildə eşidir. Elə isə dua etməkdən aciz qalma. Allah eşidib faydalananlardan etsin. أليس الله بكاف عبدا